Burun estetikasından sonra çok ağrı olur mu? Artık əməliyyat sırasında yeni texnolojik cihazlar dediğimiz birçok yöntemler var ve bu cihazları biz əməliyyat sırasında istifadə edirik. Bizim əsas məqsədi burun içindeki ya da xaricindeki istədiyimiz yerlərə müdaxilə eləmək, əlavə toxunmalara zərər verməmək və bunlardan biri də ən sıx bilinən piezo cihazı və piezo yöntəmi. Piezo bir cihazdır və bu cihazla bunun sümüklərini çəkişlə qırmadan İstədiyimiz yerdən müdaxilə eləyərəkdən kəsiklər apara bilirik və istədiyimiz şəkildə incəldib dəyişdirə bilirik bunun şəklini. Və bunun nəticəsində əməliyyatdan sonra pasientlərdə çox ciddi dərəcədə ağrı şikayətləri çox rastlamırıq. Çünki az öncə söylədiyim kimi bu cihazlar daha həssas cihazlardır. Plastik çəkiş və digər yöntəmlərə görə daha həssasdır və həm bunun estetik sonuçlarını daha ciddi anlamda gəlişdiyini görürük, həm də pasientlərin daha rahat bir əməliyyat sonrası sürəci keçdiyini görürük.